4 otaqdan ibarət 170 kvadrat metr olan şəxsi tikili ev dəyərli izləyicilər. Yerləşmə yerdə hardadır? Maçlar qəsəbəsində 7 nömrəli xəstəxananın yaxınlığında. Yəni məktəbə, bağçaya, xəstəxanaya çox yaxın bir ərazidə. Yerdən kürsülü 3 sotun içində belə bir şəxsi tikili evdir. 4 otaqdan ibarətdir. Həyətində gördüyünüz kimi burada belə bir əldamı kimi istifadə olunan hissəsi var. Qazı, su, işıq hamısı daimidir. Həyətinə rahatlıqla maşın daxil olur. Qapısı böyükdür. Həyətə ümumi çəkim göstərim sizə. Gördüyünüz kimi belə bir həyəti var. Keçsəm evin içərisinə. Hal-hazırda evdə yaşayış mövcuddur. Deməli, bura koridor olan hissədir. Burada da otaqlara bölünür. Burada belə bir birinci yataq otağıdır. Gördüyünüz kimi böyük yataq otağıdır. Bu hissədə yerləşir belə bir digər bir otaq və burada da belə bir mətbəxdir. Bu hissədə yerləşir sanitar qovşaq və hamam otağı. Onu da qeyd edeyim ki, evin deməli kombi xətləri var. Yəni görürsünüz, İran pecindən sanılır, amma kombi xətləri gözünün çəkilib hazırdır. Yəni radiatorla aparat qoyulandan sonra istifadə etmək mümkündür. Bu isə gördüyüm mətbəxi və bir otağı. Burada da belə bir geniş, böyük qonaq otağıdır. Təmiri də əladır, aboyludur, səyirməli vəziyyətdədir. Və sonda isə burada belə bir digər yataq otağıdır. Böyük yataq otağı. Evin qiymətinə gəldiniz. Gördüyünüz gibi bu evin qiyməti dəyərli izləyicilərim 59.000 manat deyilir. Yerləşmə yeri 7 nömrəli xəstəxananın yaxınlığında. Qiymət 59.000 manat deyilir. Yəni real alıcı sahibi tərəfindən endirim olacaq inşallah. Sənəddə bələdiyyənin sərəncamıdır. İndidən deyirəm, sənəddə bələdiyyənin sərəncamı. Qaz, işıq, sayğacları var. Su da var, daimidir. Əlaqələrimiz aşağıda və səhifədə qeyd olunur. Bu və digər evlərlə tanış olmaq istərsəniz səhifəmizə daxil olub baxa bilərsiniz. Bizi izləməyi unutmayın. Sağ olun.